Salam əziz, dəyərli izləyicilər. Kanalımıza xoş gəldiniz. Əzizlərim, sizlərə sağlıqlı, huzurlu, bərəkətli günlər diləyirəm sizlərə əzizlərim. Rəbbimin nuru, bərəkəti üzərinizdə olsun əzizlərim. Həmişə üzünüz gülsün. Nə arzularınız varsa, bütün arzularınızı tezliklə həyata keçirəsiniz. Çətinlikləriniz, sıxıntılarınızı hamısını geridə qoyasınız əzizlərim. Bugün sizə dilək proqnozunu bildirərək iki fincanla sizə bildirmək istəyirəm. Birinci fincan, ikinci fincan əzizlərim. Birinci fincandan başlayaraq sizlərin niyyətinizə açaq əzizlərim. Niyyətiniz qəbul olsun. Tezliklə nə niyyətləmisinizsə, bütün arzularınıza çatasınız tezliklə əzizlərim. Və əzizim, maddi mənəvi sıxıntılarım var biraz. Bax, həyatında biriləri vardı. Getmiş elə bir geriyə qayıtmağı düşünür. Sən də çox düşüncəlisən. Biraz bəzi çətinliklərin var. Bizneslə mi məşğulsan, ticarətlə məşğulsan mı? Biraz çətinliklərin var. Fərqli yollar düşünürsən, qazanc yolları düşünürsən. Ağlında tutduğun biriləri var. U, Z, H hərfi. Fikirləşsən təkrarən sənə tərəf addım ata bilərmi? Bəli, addım ata bilər. O da düşüncələrlə sizi düşünür. Bax, bəzi xəbərlər gələcək. O gələn xəbərlərdən sonra biraz xərclərin ola biləcək. Elə bir bax, biriləri bir kişidir, kişi figurudur. Yəni elə bir geri addım atmaq istəmir. İrəliyə gedərək içində bəzi sıxıntılar, ürəyində biraz dolmuş çarəsizliklər var. Yoruldun çox. Deyərdim ki, yoruldun, amma tək özünlə yorulmadın, özünlə əlaqəli yorulmadın. Kənardan gələn bəzi insanlardan yoruldun. Onlarla danışıqdan, addım atmaqdan yoruldun. Elə bir qısır döngədən necə keçim, necə edim düşünürsən. Amma üzərinizdə çox yox, az da olsa nəzər var əzizim. Çünki getmək istədiyin yollar var. Etmək istədiyin işlər var, yarım qalmış əksikliklərin var, tıxanmış kimi görünür, hamısı elə bir tıxanıb qalmış. Hətta deyərdim, bəsarətinizdə hətta tıxanıqlıqlar var. Bax, dediyin işlər heç düzələ bilmir, düzəlmir, elə bir şeyləri çözə bilmirsən. Amma biraz səbirli ol. Səbirli ol, inan səbirlə 6 aydan sonra sənin işlərində bir dəyişikliklər ola biləcək. Elə biriləri oturur, elə bir oturmuş halda yalvara bilər sənə. Səndən üzr istəyə bilər. Yəni onun geri dönməyini sizdən istəyə bilər. Üçüncü şəxs tərəfindən manipulə edilmiş, uzaq olmuş, lakin geri gəlməyi düşünür. Sizə qarşı etdiyi səhvləri olsa da bağışlanmağı istəyir sizdən. Bağışlaya da bilərsən, sizdən çox şey asılıdır. İki sevgini bitirdiniz, sıxıntılar içində oldunuz. Özündən çox danışırsan, içinə çox şeylər attın, bəzən halsız olursan, baş ağrılar, gərginliklər. Sizə bir əmanət verildi. Bax, o əmanətlə hər bir şey yerini tutacaq, hər şey rahatlıqla ola biləcək. Qurbanlığın varsa da, niyyətin var, kəstirmək istəyirsən, qurbanlığa qədər kəstirmək istəyirsən. Xəyanət, aldadılma oldu həyatında mı? Haqq etmədin, amma ilahi ədalət istəyirsən. İlahi ədalət olacaq sizin üçün. Biraz sağlıqla da, ailədəndirmi, ya özünüzsüz, sağlıqla biraz sıxıntılarınız da var. Keçmişlə əlaqəli biri sizi çox düşünür. Aranızda amma bir tilsim var, elə bir bağlılıq var. Amma bu təmizlənməlidir. Şansına güvənmirdin. Şansına güvən əzizim. Ailə içindən biriləridirmi, övladındırmı, səni stresə salır bəzən. Əlinə xırda-xırda pullar gəlir, onları yığıb nəsə etmək istəyirsən. Amma edə bilmirsən, bir yerə toplaya bilmirsən. Avqust aylarında biraz çətinliyin ola bilər əzizim, bəzilərinizə. Biriləri yalan dolanla, iftirayla yaşayan birilərini görürsünüz.
görərək ondan uzaq olmaq istəyəcəksiniz. Arxandan iş çevirənləri eşidib görəcəksiniz əzizim. Bax, yanında ətrafında yeyib içən yaxın insanlar çoxdur, amma qəlbləri çox təmiz olmayan insanlar var. Sənə eyni niyyətlə, yaxşı niyyətlə yaxınlaşmayanlar da var əzizim. İçdən-içə çox düşünürsən. Bəzilərinin bu may ayında iç üzünü görəcəksən. Bir boşanmışlıq var və ya boşanmış biriləri artıq. Baxırsan ki, qarşı tərəfi düşünürsən, rahat olduğunu düşünürsən. Amma o səndən ayrılandan sonra nə pis şey etdiyini anlayacaq. Çünki üçüncü enerjilər o insanı doldurmuş, pozmuş, aranızı vurmuş. Amma inan yenə ki, bəzi insanlardan da zərbə alacaq o. Amma sən də güvəndiyin insandan zərbə ala bilərsən. Biraz diqqətli ol bu 3 ayın içində. Anlaşmaq istəyəcəksən, anlaşmamazlıqlar var. Amma yenə də öz bildiyin yolu gedəcəksən. Həyatda yaşadıqların sənə bir dərs verdi. Karyeranla əlaqəli məsələlər. Ayaqda durmaq üçün çox mücadilələr edəcəksən, dəyişikliklər edəcəksən. Borcun varsa o borcu verməyə düşünəcəksən. Elə biriləri sənin həsrətini çəkdimi, sən kimlərinsə həsrətini çəkdin. Yollarda bir bağlılıq kimi var, bir gecikmə var, bir xəbər. Təzminat, aliment mi, miras mı? Biraz bir xəbər ola biləcək sənə. 16-sına 27-sində tarixlərə diqqət et, fikir ver. Bir tamamlanma imzası da ola bilər. Bir qadın düşünür, bir yolu düşünür. Alınmır yolu. Çox yüklüdür, yəni yükü çoxdur. Mal, mülklə əlaqəli fikirləri var. 5 nəfər arasında bir danışıqlar ola biləcək. Əlvi açıb dualar edirsən. Bayraqlı bir yerdə, dövlət qapısında bir işin ola biləcək. Bir qurumla işin olacaq əzizim. Bir dileyin var. Bax, 12-si, 14-ü, 17-si günündə fərqi yoxdur. Maydımı, iyundumı, iyuldumu bu 3 ayın içində, bu tarixlərdə A, S, M, E hərfi. Bax, istədiyiniz bir sevinci ola biləcək, bir işin ola biləcək. Əşyaları toparlayırsan, bir kağıza imza atacaqsan, gözləmədiyin yerdən bir dəstək gələ biləcək. S, L, O, Ö, U hərfindən dəstək gələ bilər. 10 günəmi, bir ayamı bu dəstək ola bilər. 3 nəfər arasında danışıqlar, ya 3 sizinlə 4 nəfər də ola bilər. 2 qadın, 2 kişi ola biləcək. Sorumsuz davranan biriləri var. Yəni, öz üçün yaşayan biriləri var. Sənin içində də nə üçün, nədən suallar var. Biraz diqqətli ol, biraz diqqətli ol. Yenə də deyirəm, 3 ayın içində 3-cü şəxslər tərəfindən oyuna gələ bilərsən. İnanma, çalış. Bəziniz 3 ilmi, 2 ilmi, 3 həftəmi sarsıntı yaşadın. Bəlkə evliliyində oldu, bəlkə də ailə böyüklərindən oldu, bəlkə də bacı-qardaş arasında oldu. Ailədə də biraz dağınıqlıq gördüm. Belə bir-birini anlamır, bir-birini başa düşmür. O deyəni bu bilmir, bu deyəni o anlamır. Hərənin ağzından bir avaz çıxır. Biriləri qarşında mı, ayrısanmı, məsafə varmı, narsist kimi bir insandır. Xətası var, səhv etmiş, xətalı insandır, egosu çoxdur. Bunun üzündən, bu enerjinin üzündən istədiyin, sevdiyin insanlarla da belə danışa bilmirsən. Bəzi ortada hesablar var. Bəzi şeyləri soruşmaq istəyirsən. Səni çox sıxmış, sənə baskı etmiş. Düşündüklərin var. Səni rahatsız edən məsələlər var. Çoxluq arasında olacaqsan, biraz rahatsızlıq ola bilər. Biraz da bu aralar qırıcı ola bilərsən, biraz diqqətli ol. Güclü nəzər almısan, harasa getmirsən, çoxluq bir yerdə, ya yığıncaqda, ya dəvət olunan bir yerdə nəzərlənmirsən, çox pis nəzərlənmirsən. Boynun damarından ta axıra kimi elə bir səni sıxır, ağrılar var. Nəzər duasını oxuyun, evdən çıxın. Bir dənə üzərik toxumu var. Hara gedirsinizsə cibinizə qoyun. Cibinizə qoyaraq özünüzdə olsun o üzərik toxumu. Evə gələn kimi o toxumu atın qazın üstünə, yansın. Üzərimdə kimin nəzəri varsa, elə bu yəni üzərik kimi partlasın, yansın, belə deyin, tüstülənsin, həmin külü də suya atıb çölə atın əzizim. İnşallah ki, tutduğun dileyin olacaq əzizim, tez halda olacaq, lakin biraz çətinliklər ola bilər.
Bax, bayaq vurğuladım ki, ilan üzündə bir qadın, bir insan var həyatınızda. Niyyətlərinizi doğru bilmir, yəni təmiz niyyətdə deyil. Sizdən çıxaracağı olan biriləridir. Yəni çevrəndə də dolaşan biriləri var. Yəni bilsiz, bax, birisi də var, hər dediyinə sənin razılıq əlamətini bildirir. Tamam, yaxşı, hə, düz deyirsən. Bax, belə özünü aparan bir qadın da var. Sizin əleyhinizə olan birisidir. Biraz belə ətli, qanlı qadındır, insandır. Yəni A-T, bax, N-I hərfinə də diqqət et. Yəni çox düzgün niyyətli insan deyil. Bəziləriniz o qədər inanırsınız ki, qorxu, vəsvəsə var. Vay, mənə nəsə elədilər, mənə nəsə bağladılar, mənim canıma nəsə elədilər. O tez tutur insanı. Bir sözlə, yenə də həmişə təmizlik şey edin. Muradına çatacaqsan, əzizim. Amma ailədə nəzər var da, bax, ailədə nəzər var, ha, inanın. Bir vəfalı dostun var, həmişə ona güvənirsən. Həmişə də güvən, amma dostluğunuzun arasına negativ etmək istəyənlər var. Aydınlığa çıxacaqsan, o dostluğun köməyi ilə əlini uzadacaq sizə, uzaqdan bir xəbər gələcək, anidən yolunuz ola biləcək, bir ziyarətgah qapısını açacaqsınız. İnşallah ki, bax, bu fincanın niyyətini tutanlar, yolunuz açıq, istədiyiniz bəzi arzularınızı yerinizə yetəcək. İyul ayında, sentyabr, oktyabr aylarında da bir sevinciniz ola biləcək. Diqqətinizə görə var olun, sağ olun əzizlərim. İkinci fincanın niyyətini tutanlar. Əzizlərim, daimə qəlbiniz işıqla dolsun. Niyyətiniz gerçəkləşsin, bütün arzularınız yerinə yetsin. Bax, arzunuz olacaq, əzizim, gör necə axdı. Gördünüz mü? Bir dilək tutmuşsunuz, ikinci fincanın niyyətini tutanlar. Tezliklə həyata keçəcək diləyiniz, tezliklə arzularınız yerinə yetəcək. Biraz amma səbirli olun, biraz sıxıntılarınız var, biraz səbirli olun. Hədəfiniz var. Bax, çatmağa görürsünüz ki, hədəfinizə çatmağa az qalmış. Düzdür, çətinliklər var, onları görəcəksiniz. Hətta deyərdim, sizə qısqananlar var, sahiblənən, necə deyirlər, artıq dərəcədə xəstə kimi qısqanan insanlar var sizə tərəf. Uzaqdan gələn birilərini günlə sayırsan ki, tez gəlsin. Bax, görürsünüz, birinci fincanda da nəzər nəfis var. Bax, sizdə də çıxdı, nəzər nəfis, tez diqqət çəkirsiniz. Önəmli enerjiniz var, auranız gözəldir. Hər bir şeyi yaxşıya çəkirsiniz özünüzə. Hətta sizdən pozitiv enerjini çəkənlər də var. Bəzi işləriniz gecikmiş, əksikliklər var. Bir qadın, bir kişi enerjisi sizə ziyan vurmaq istəyir, sizi izləyir, biraz diqqətli olun. Birilərindən də, ailə içindən də ola bilər, çevrəndən də fikir ayrılığı yaşaya bilərsiniz. 15 gündən bir qərar verəcəksiniz. Bir şeylə əlaqəli, maddiyyatla, işlənmə, xəyal qırıqlıqların oldu həyatında. Artıq diqqətli olacaqsan. Ailədə qız uşağı çox aqressivdir, gərginliyi var. Biraz da elə bir ona qarşı narahatçılığınız var. Artıq siz əvvəlki kimi sinirli olmursunuz da, yəni o sinirinizə hakim dura bilirsiniz. Başqa şəhərə, xaricə dəvət oluna bilərsiniz. Biraz rahatsızlığınız var, bunlar keçəcək, düzələcək. Baskıya gələ bilmirsiniz, sizə baskı edənlər var. Qarşına çıxan birilərindən bir danışmaq istəyəcəksən, düşünəcəksən, üzləşəcəksən. Artıq hər kəsi xoşbaxt etməyə yoruldum. Xoşbaxt etməyəcəm, çalışmayacağım. Özüm üçün artıq özümü xoşbaxt etmək istəyəcəm. Bəzən ağlayırsan, üzülürsən, uzun yolların var əzizim, güclü göstərirsən. Düşmən qarşısında da dimdik ayaq üstə durursan ki, mən özümü heç kimə əzdirmərəm, heç kimin yanında da yıxılmaq istəmərəm. Sizə həyatınızda biraz nəyə fikirləşirsiniz? Ailə içində yaşadın, ailə sənə qarşı çıxdı, yəni hər işvə qarışdılar. Ailə qurdun, həyat yoldaşın sənin hər işvə qarışmağa başladı, yoruldun, həyat səni yordu, çalxalandın. Yəni çox yorğunsan, tək qalmaq, yaşamaq qərarını alırsan. Kim səni qaldıra bilmirəm, o yükü qaldıra bilmirəm deyirsən. Qorunman var və ya qorunma etdirəcəksən özünə. İçində yaşadığın streslər var, ətrafında çoxluq enerjisi var. Sənin enerji düşməyini istəyənlər var. İnanın ki, qarşı tərəf, çevrən nə düşündüyünü hərdən hiss edirsən. O hissiyatın güclüdür sənin. Bəzən yəni özünə qapanırsan. Bəzən öz həyatı fikirləşirsən ki, Allahım, mənim nə günahım vardı? Allahım, bu qələmi mənim üçün yazanda heç olma orada balaca bir xoşbaxtlik yazardın. Yəni öz-özünə danışıb düşünürsən, amma yenə də elə bir ki, ümidini yenə də Allahdan üzmürsən. Bu gözəl bir xüsusiyyətdir əzizim. Sıxıntıların var, sevinclərin ola biləcək. İnanın, gözəl şans gələcək qarşına. Ürəyin qırılmış, maddi mənəvi çətinliklərin vardı. Sizi tərk edən peşman olmağını istəyirsiniz. İlahi ədalət var.
Siz onu qəbul etsəz də geri gəlsə, yenə də rədd edəcəksiniz. Sizi əzməyə çalışan insanlar oldu həyatda. Sizi çox vaxt qarşı tərəf ikinci plana atdı həmişə. Hər kəs üçün əlini açdı, amma siz üçün əlini açıq etmədi əzizim. Məhkəmən varsa sonuncu ola biləcək, sevinəcəksən, çox sevinəcəksən. Bəlkə də açar alırsan, ev, maşın, arzuladığın nə istəyirsənsə onu, uzun zamandır gözlədiyin məsələləri çözərək o sevincə nail olacaqsan, evi alacaqsan. Biraz sevgi həyatında çalxantılar var. Çünki qarşı tərəfdə nə istədiyini bilmir, sən də nə istədiyinizi bilmirsiniz. Qaramsal insandır desəm biraz. Təhsillə əlaqəli, övladınla əlaqəli, bəlkə də özün də təhsillə əlaqəli sevinəcəksən, karyeranla əlaqəli gözəl addımlar atacaqsan, sizdən biriləri zaman istəyəcək, çox pul xərcləyirsən, əlinə gəlir xərcləyirsən, əlində pul qalmır elə bir. Hər şey sizdən gözləyən biriləri var. Elə bir ki, boynunda yük kimi gəzdirdin o insanı. İnsanlardan dəstək olan insanların, yəni sən hamısına dəstək oldun əzizim, amma sənə dəstək olanları görmədin. Biriləri sizdən uzaq olmaq istəyəcək. Bəzi fərqli şeylər o insanda görəcəksən. Çox ağladın, çox yoruldun. Biriləri bilet yollaya bilər, sizə bilet ala bilər, təyyarə ya avtobusla. Bax, bir gənc var, həyatını yaşayır, özü üçün istədiyi kimi yaşayır, amma ailəyə zərər verir, borca salır. Amma ailə yenə də atmır. Yenə də ona dəstək olur. Birilərinə ürəyindən çox ah etdin. Bir söz eşidəcəksən, qulaqlarını bağlayırsan, eşitmək istəmirsən artıq. 3 uzun yolun var əzizin. Bax, gözəl anda əlinə pul gələcək. 4-5 həftə içərisində biraz diqqət et. Düşüncələrin gözəldir, böyük xəyalın var, xəyalına qovuşacaqsan, ağırlıqlar var, paniyatlıq var bəzilərinizdə, içinə attığın, sustuğun şeylər var. Biraz bu aralar mayın axırına kimi, iyun oyununa kimi diqqətli ol, təzyiqlə əlaqəli, qalxar təzyiqin aralar. Yəni, anidən bir problem yarana bilər, əsəb keçirmə, arana girməyə çalışanlar ola biləcək, durğunluq var ortada, o durğunluq yavaş-yavaş 2 aydan sonra qalxacaq. Özünü darıxdırma, kənara çəkmirsən, beynini dincəltmək istəyirsən. 29 yaşında olan bir qadınla əlaqə, bir gəlişmələr, gözəl xəbərlər ola biləcək. Burnu sivrik, belə uzun bir fitnə fəsad olan bir insan. Gözü göz deyil deyərdim. Biraz təmkinli ol, o gözdən də özünü qoru. Yarım qalan işlərini tamamlayacaqsan, biraz bu aralar qaçaqovda olacaqsan. Biriləri at kimi gedib, üzr istəyirəm, qat-qat sizdən it kimi yalvara-yalvara gələcək. Çox şeyləri ayaq altına alırsan. Birilərinin içində vicdanı əzabı görmək istəyirsən. Gözünə baxıb içinə vicdan əzabı çəkdiyini görmək istəyirsən. Səni qırdığı kimi qırılacaq, aldatdığı kimi yerdən aldanacaq, inanın. 3 ay sonra peşman olub geri gəlmək istəyəcək. Amma bağışlamayacaqsınız. Bir macaranın arxasınca getmiş. Söhbətlər edərək öz mənəviyyətini düzəldən, öz psixolojisini da düzəltmək istəyən biriləri var. Hacət qapını açılır əzizim, diləyin, duaların olacaq. O dualar geri dönərək sənə yardım ola biləcək. Əllərin, qaldırdığın əllərin boş qalmayacaq əzizim. Ayrıldın mı həyatda? Bəlkə də ortada bir övlad var. Övladı sənə mi göstərmirlər? Sən mi övladı valideyninə göstərmirsən? Bir məsələləri həll edəcəksiniz. İşlə əlaqəli bir iş yeri açmaq istəyəcəksən. Biriləri tərəfindən bir işi düzüb qoşacaqsınız. Siz işləyirsinizsə, iş yerində sizi çəkə bilməyənlər var. Biriləri sənə sıxıntı yaratmaq istəyir. Biriləri də sizinlə əlaqəli bir qərar vermək istəyir. Bəlkə də vədlər vermiş, böyük bir vədlər vermiş sizə. Bax, qarşı tərəfə biriləri özünün tərəfindən, biriləri ona nə isə söz demiş, ağlını qarışdırmış sizinlə əlaqəli, bir yalana inandırmış, sizdən soyutmuş. Yəni, bir sevgi bitərsə, bilin ki, bununla əlaqəlidir. Geri çəkilmirsən, gözləyirsən, hədəflərinə doğru gedirsən, bəzi tıxanmış yollar var. Amma qarşı tərəf sizi incidib getmiş, inanın ona elə ah etdiniz ki, yollarında bağlılıq yarandı.
Birilərinə nə qədər yaxşılıq eləyirsiniz, məmnun deyil, zövq almır həyatından. Onun elə bir bədəlini ödəyəcək. Beynində sizin düşüncələriniz var, yorulmusunuz. Bir evin içindəsən, amma məcburən yaşayırsan o həyatı. Bəlkə də həyat yoldaşındır. Bir evin içində arxa-barxaya təsəvvürlə ki, bir-birinizə yəni güclə qəbul edirsiniz. Nə ayrıla bilmirsən, nə boşana bilmirsən, amma onu çəkirsən. Və ya bəzinizin ailə içində qaynanadır, qaynatadır, məcburən baldızdır, məcburən dözürsünüz, məcburən onun həyatında, yəni evində yaşayırsınız. İmkan olsa gedərsiniz. Şok eşitdiyin bir məsələ ola biləcək, gözəl xəbərlərin gələcək. Gördüyün, eşitdiyin şeylər var. Təəccüb edə bilərsən. Nə edirsənsə yarana bilmirsən evin içində biriləri üçün. Bir kişinin baskısı var üzərinizdə. Onu geymə, bunu geymə, ora getmə, bura getmə. Yəni səni hər şeydən, hamıdan uzaq etmiş. Biriləri sənin qarşılıqlı sevginə cavab vermir. Buna çox məyus olursan. Bəzi işlərin dibə vurmuş, çətinliyin olmuş, nə edim düşüncələrindəsən. Bax, nəzərdəndir, görürsünüz ki, əzizim, həm negativ var, həm nəzər var sizə qarşı. Çalışın inşirah duasını, ya oxuyun, ya oxudun, bir də Bəqərə surəsini, bir də Vaqiə surəsini. Bu 3 surələri həftədə heç olmasa hərəsin bir dəfə oxutdurun evinizdə, oxusun. Bir də evin içində darçın çubuğu tez-tez yandırın. Qoxular, evinizdə gözəl qoxular, gül suyu, yəni evin künclərinə gecə yatanda damlayın. Mənfəətçi insanlar var ətrafında, əzizim. Özünü ifadə edə bilməyən, susmaq zorunda qalan biriləri var. Düzdür, sizi istəyir, amma sizə elə gəlir, sizi istəmir. Susmaq zorundadır. Bax, ailə köklərində bu fincanın niyyətini tutanlar, ailə köklərində ata tərəfidir, ata tərəfi gəldi, ana tərəfi deyil, yox. Bir lənət var. Elə bir ata köklərində belə deyərdim ki, atanın, valideyninizə pislik eləyənlər, negativ eləyənlər olmuş vaxt ikən. Ona görə bəzi şeylər yəni askıda qalmış, bəzi istədiyi işlərə çata bilməmiş əlləri. Bir də ki, bax, bir sənət işiniz alınacaq. Bir sənət işiniz alınacaq, əzizim, bir viza məsələsidir, pasportdurmu, ev sənətidirmi, hansısa bir sənəti həll edəcəksiniz asanlıqla. Yəni, çətinliklər çəkmişsiniz, o çətinlikləri, sıxıntıları hamısını geridə qoyursunuz, əzizlərim. Dediyim duaları oxuyun, zikirləri ya Rəzzaq, ya Fəttah, ya Muqni, ya Rəhman, ya Allah, ya Səbir. Bu zikirləri də bu fincanın niyyətini tutanlar tez-tez deyin, əzizlərim. Diqqətinizə görə var olun, vaxt sərf eləyirsiniz, diqqətlə qulaq asaraq gözəl şərh bölməsində gözəl sözlərinizi, hamısını, cümlələrinizi oxuyuram, əzizim. Yenə də sizlərin qarşısında ana, bacı, qardaş, övlad, hamısının qarşısında baş əyirəm, əzizlərim. Sağ olun, var olun. Nə yaxşı ki, varımsınız, əziz izləyicilər.